Hər səhifəsində 15 sətr, hər sətirdə 40 simvol olmaqla 10 səhifədən ibarət sənədlə iş zamanı aşağıdakı əməliyyatlar ardıcıllıqla icra olunub. Bizə ən sonda deyir ki, bu əməliyyatlardan sonra sənəddə olan simvolların sayı ən azı neçə olar? Onda mən ilk olaraq sənəddə olan simvol sayının neçə olduğunu buradan tapa bilərəm. Ümumi simvol sayını tapmaq üçün baxıram. Sənəddə cəmi 10 dənə səhifə var. Bunun hər səhifəsində 15 sətr var. Deməli, cəmi 150 sətr var. Hər sətirdə də 40 dənə simvol var. Onda mən cəmi tapıram ki, sənəddə ümumi 6000 dənə simvol var. Bu ümumi əvvəldə olan simvolların sayı belədir. İndi sənəddə müəyyən bir əməliyyatlar aparılır və biz ən azı neçə simvol olduğunu tapmalıyıq. 5 dəfə backspace düyməsi sıxıldıqda bu 5 simvolun silinməsidir kursordan soldakı. 3 dəfə də delete düyməsi sıxılıbsa, bu da kursordan sağdakı 3 simvolun silinməsidir. Yəni cəmi 8 dənə simvol silinir. 2 dənə də fərqli hərf rəqəm klavişi sıxılır. Deməli, 2 dənə də simvol əlavə olunur. Onda cəmi 6 dənə simvol silinmiş olur da. Çünki 8-i silinmişdir. Daha sonra ikisi də yazılır, klaviaturadan sıxılır. Deməli, cəmi 6 dənə simvol silinmiş olur. Bir dəfə də kursoru idarə edən düyməsi sıxılır. Bu heç bir simvol əlavə etmir və ya silmir. Bu sadəcə kursoru hərəkət etdirir. Deməli, cəmi sənəddə 6 dənə simvol silinibsə, ümumi simvolların sayı nə qədər qalacaq? 5994 olur doğru cavab.